Hər kəsə salam. Bu gün distant təhsilə keçməmişdən öncəki universitet vloqunu paylaşıram. Gəlin başlayaq. Bugünün planlarından biri ingilis dili dərsində slayd göstərmək idi və ədəbiyyat dili dərsinin seminarında cavab vermək idi. Və təbii ki, 2 fənn üçün də hazır idim. Sadəcə biraz həyəcanlı idim, çünki həm slayd göstərişini çəkəcəkdim, həm də seminarı. Amma təbii ki, seminarda biraz çox həyəcanlandığıma görə seminarda cavab verməyimi çəkmədim. Və axır ki, gəlib universitetə çatıram. Və o gün hava o qədər yaxşı idi ki, ancaq universitetə çəkmək istəyirdim. Burada isə artıq universitetdəyim və sinifə gedirəm. Çox həyəcanlıyam, çünki slayd göstərəcəm. My presentation topic is life now and going past. Let's think grammatically over the years. Totally changes on some technologies, school, education, or maybe fashion, and etc. Technology past versus the present has changed that so many people use many different ways to use technology. They use some printers, just handwritten printers, but now they use computers, phones, and some sort of projectors. And then the communication, how people stay connected. People usually communicated in the past in real life. They gather around and talk about their lifestyle, but now people communicate through phones or maybe through social media, and they use too many technology programs. Və slaydı göstərdikdən sonra gedirik təbii ki, yenə Araza. Burada qrup yoldaşlarımla bir yerdə Araza gedirdim və bu artıq dərs bitmişdi. Arazdan sonra evə gedəcəkdik. Burada isə aldığım Natura meyvə şirəsini göstərirəm. Bilmirəm, mənim çox xoşuma gəlir, çox dadlıdır həqiqətən. Və universitetə çəkməsəm olmazdı. Burada artıq metrodayım, evə gedirəm və yenə açıqda telefonun yansımasını görürsünüz. Burada isə artıq avtobusdayım. Vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.